gözlerimi görünür səhne edam zamanı dağın başında üç nəfərin səslərin əks sədaları əsrlər boyunca bizə danışır. Biri böhtan ataraq istehzayla söyləyir, xilas et özünü də və bizi də xilas et. Digəri onu susturub dönüb imanla dedi, məni xatırla Rəbbim, padşahlığında sənin. Baxmadın ki o məhkumdur, baxmadın ki günahkar, cəzasının hökmünü verdi nəsil hökümdar. Eşitdik sözlərini, həqiqəti deyirəm, bugün mənimlə birgə olacaqsan cənnətdə. Duymuşuq sözlərini, doğrusunu deyirəm, bugün mənimlə birgə olacaqsan cənnətdə. Üç nəfərdir orada, dağın başında, hamı eşitsin deyə səslənir sözlər. Tanrının quzusu aramızdadır, qapını sakit döyür, kim açar ona? Solda yoxsa sağdasan, həqiqi hökmdardan, hansı ümidlə gəldin onun yanına? Şükür sənə ya Rəbbim, öz həyatımda məni xatırla dedim, padşahlığında. Baxmadın ki mən məhkumam, baxmadın günahkaram, cəzalarımın hökmünü verdi nəsil hökümdar. Eşitdim sözlərini, həqiqəti deyirəm, bugün mənimlə birgə olacaqsan cənnətdə. Duydum bu sözlərini, doğrusunu deyirəm, bugün mənimlə birgə olacaqsan cənnətdə. Bugün mənimlə birgə olacaqsan cənnətdə.